12 aprel tarixində görüşürük. Sabahınız xeyir olsun. Növbəti vacib bir mövzu var müzakirədə, amma istəyirəm ki, əvvəl həftənin 5 gün ərzində olan əsas xəbərləri xatırladım. Beləliklə, Türkiyədə dünəndən başlayan Antalya Diplomatiya Forumu bugün də işini davam etdirəcək. Tədbir parçalanan dünyada diplomatiyaya sahib çıxmaq mövzusunu əhatə edir. 4000-dən çox qonağın qatıldığı forumda dünyanın 140-dan çox ölkəsindən 20-dən artıq dövlət və hökumət başçısı iştirak edir. Tədbirdə iqlim dəyişikliyi, terrorizmlə mübarizə, humanitar yardım, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi və süni intellekt kimi önəmli mövzular müzakirə edilir. Bu həftə Ada Universitetində Prezident İlham Əliyevin iştirakı ilə Yeni Dünya Nizamına Doğru mövzusunda beynəlxalq forum keçirilib. Təqribən 3 saat davam edən forumda Azərbaycan Prezidenti bir çox mühüm mətləblərə toxunub, vacib mesajlar verib. Qeyd edək ki, beynəlxalq konfransa rekord sayda 80 əcnəbi iştirakçı qatılıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdışa dair dövlət proqramına əsasən Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə 39 ailə 153 nəfər köçürülüb. Bugün Dünya Aviasiya və Kosmonavtika günüdür və mən bütün ağıllı tamaşaçılarımızı axşam saat 18:20-də əməkdaşımız Aybəniz Məhərrəmovanın Kosmonavtika günü ilə bağlı maraqlı bir filmini izləməyə dəvət edirəm. Zamanın üstündə adlanan filmin təkrarına axşam saat 22:00-da baxa bilərsiniz. Xankəndidə Qarabağ Universitetində Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli mövzusunda beynəlxalq konfrans davam edir. Konfransda xarici ölkələrin universitet rektorları, eləcə də tibb sahəsində ixtisaslaşmış peşəkar mütəxəssislər iştirak edirlər. Biz Qarabağ Universitetində yeni həkim təhsil modeli mövzusunda beynəlxalq konfrans keçiririk, amma aramızda olan bəzi həkimlər, xüsusilə də psixoloqlar, nəinki ixtisaslaşdırma kurslarına getmirlər, hətta bu sahənin təhsilini almadan belə fəaliyyət göstərirlər. Bu barədə bir sujetimizi izləyək, sonra işində yetərincə məsuliyyətli və savadlı olan şəxslərlə müzakirəyə başlayaq. Sabaha Elnarə ilə yayımdadır. Psixoloq seçmək öz emosional və psixoloji sağlamlığınız üçün vacib bir addımdır. Peşəkar və doğru psixoloq seçmək şəxsi inkişafımıza və sağlamlığımıza müsbət təsir göstərə bilər. İnsanların bir mütəxəssisə müraciət etməsinin ən çox yayılmış səbəblərindən biri ailə və ya şəxsi münasibətlərdə yaranmış çətinliklərdir. Bəs peşəkar psixoloqu necə seçək? Sosial platformalarda müəyyən kurslar keçərək xidmət göstərən dırnaqarası psixoloqların toruna düşməmək üçün nəyə diqqət etmək lazımdır? İlk olaraq, psixoloq seçərkən nəzərə alınmalı bəzi vacib amillərə diqqət yetirək. Psixoloq bakalavr və ya magistr dərəcəsinə malik olmalı, sertifikatlı və müvafiq peşəkar təşkilatlara üzv olmalıdır. Yaxşı psixosağlamlıq mütəxəssis seçmək üçün bir neçə önəmli kriter var. Bunlardan ən önəmlisi təbii ki, istənilən sahədə keçərli olan ən önəmli mövzu mütəxəssisin xəstə ilə empati qurma bacarığının olması və yetəri qədər vicdanlı olması çox önəmlidir. Bundan başqa təbii ki, o mütəxəssisin klinik bacarıqlarının olması, xəstəni düzgün dəyərləndirməsi, istər təhsil backgroundunun, istər ümumi kliniki backgroundunun yaxşı olması pasiyentin psixosağlamlığı və ümumiyyətlə yaşadığı problemi proqnozu cəhətindən də çox önəmlidir. Çünki siz özünü halsız, keyfsiz hiss edən bir adamın depresiv olduğunu düşünə bilərsiniz, amma bunun altında yatan çox geniş bir icebergin görünməyən üzü ola bilər. Bu nöqteyi nəzərindən təcrübə, klinik bacarıq və klinik nosyon, yəni klinik vizyon bir pasiyenti dəyərləndirərkən çox önəmli bir mövzudur. İxtisassız bir psixoloqa müraciət etməklə pul və vaxt itkisi yaşayacaqsınız. Bu da düşdüyünüz mövcud situasiyadan çıxmaq əvəzinə vəziyyətin daha da pisləşməsi ilə nəticələnəcək. Pis mütəxəssisi tanımaq həmişə asan olmur.
Sosial şəbəkələrdə daha çox vaxt keçirən, təyin olunan görüşləri mütəmadi olaraq dəyişdirən, problemlərinizin ciddi olmadığını, hisslərinizin şişirdildiyini söyləyən, sizi narahat edən şeyə diqqət və hörmətlə yanaşmayan bir psixoloqa getmisinizsə, demək, onunla məsləhətləşməni dayandırmaq üçün artıq səbəb var. Simpatik və istiqamlı, yəni xəstə ilə münasibətdə, pasiyentlə münasibətdə daha pasiyentin özünü rahat hiss edə biləcəyi bir ünsiyyət qurmaq çox vacibdir. Məsələn, mütəxəssis çox savadlı, çox qabiliyyətli ola bilər, amma pasiyentlə elektrik ünsiyyət bacarığında o elektrik yaranmadısa, o müsbət dinamikanı tuta bilmədisə, təbii ki, o pasiyentin o mütəxəssis olan güvəni də bir mənada itəcəkdir. Görünüşünüzü tərifləməyə, şəxsi məsələlərlə bağlı messengerlərdə sizə yazmağa başlayırsa, bu psixoloqun iş qaydalarını kobud şəkildə pozduğuna işarədir. Belə davranış psixikaya zərər verə, etibarsızlıq hissi yarada və stresi artıra bilər. Psixoloq daim sizə nəyi necə etməli olduğunuzu deyirsə, demək onunla işləmək sizə heç bir fayda verməyəcək. Psixoloqun işi insanlara problemlərin öhdəsindən gəlməyə kömək etmək və onları həyatlarını yaxşılaşdırmaq üçün motivasiya etməkdir. Bu baş vermirsə, seansı davam etdirmək mənasızdır. Yaşadığınız zorakılıq və ya yaxınlarınızın ölümü kimi hələ danışmağa hazır olmadığınız şeyləri ona söyləməyinizi israr edirsə, daim özü və təcrübələri haqqında danışırsa, belə bir mütəxəssislə də işləmək praktiki olaraq faydasızdır. Ön planda təbii ki, savad və bacarıqların yerində olması, ən əsası vicdani xüsusiyyətlərinin olması və pasiyentlə ünsiyyət bacarıqları və isti bir münasibətin qurula bilməsi pasiyentin probleminə doğru yanaşma və problemin həlli üçün çox vacibdir. Bütün psixoloqlar elmi və peşəkar şəkildə tanınan metodlardan istifadə etmirlər. Bəziləri ailə bürclərinə və effektivliyinə dair heç bir sübutu olmayan digər yanaşmalara etibar edirlər. Belə bir mütəxəssislə əlaqə saxlamaqla siz psixoloji vəziyyətinizi pisləşdirmək riski daşıyırsınız. Psixoloqla uğurla işləmək üçün onun yanında özünü rahat və təhlükəsiz hiss etmək vacibdir. Bunun üçün reklam olunan, dost tanışın məsləhət gördüyü şəxslərlə deyil, probleminizi həll edə biləcək peşəkar psixoloqları axtarmaqdan yorulmayın. Son zamanlar ölkədə özünü psixoloq adlandıranların sayı çoxalıb, xüsusilə də sosial şəbəkələrdə adlarının qarşısına psixoloq yazanlar insanlara müxtəlif yönlərdə məsləhətlər verib yol göstərirlər. Psixologiya ixtisası üzrə təhsil almayan, hansısa mərkəzdən 2-3 aylıq kursdan sonra sertifikat alan şəxslər də müxtəlif özəl müəssisələr yaradaraq insanlara xidmət adı ilə fəaliyyət göstərirlər. Lakin onların bəzilərinin sosial şəbəkələrdə yazdıqlarından görünür ki, əslində bu adamların elə özlərinin psixoloqa ehtiyacı var. Bir sözlə, vəziyyət ürəkaçan deyil, görüm qonaqlarım bu haqda nə düşünür? Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya Fakültəsinin müəllimi, çox dəyərlimiz Rövşən müəllim Cavadov və millət vəkili Cavanşir Feyziyev. Sabahınız xeyir olsun. Sabahınız xeyir. Xoş gördük, sizi görməyə çox məmnunam. Necəsiz? Sağ olun. Heç psixoloqa ehtiyacınız olub? Xeyr. Yəni, maşallah, Cavanşir müəllim, işinizin miqyası genişdir. Yəni, dövlət işləri, yəni, tutalım da, digər işlər, həyatdır da, yəni. Amma hər hansı bir məqamda bəlkə bir psixoloqa ehtiyac olub. Amma Azərbaycandan söhbət gedir, bizim ölkənin psixoloqlarından söhbət gedir. Mən öz psixoloji durumuma özüm nəzarət eləməyə daha çox üstünlük verirəm. Çünki əslində hər bir şuurlu şəxs öz psixologiyasını özü nəzarət eləməlidir deyə düşünürəm. Öz psixoloji durumunu özü təhlil edib dəyərləndirməyi bacarmalıdır. Və bu kütləvi şəkildə baş vermədiyindən, bayaq verilişin başlanğıcında sizin dediyiniz vəziyyət yaranır. Və süjetdə göstərilən və danışılan məsələlər də bugün çox aktual məsələlərdir. Doğrudan da Azərbaycanda psixoloqa, psixologiyaya münasibət heç də adekvat hesab etmək olmaz. Və ümumiyyətlə, hər hansı bir məfhuma adekvat münasibət sərgiləmək üçün əvvəlcə o məfhumun özünü anlamaq lazımdır. Azərbaycanda bu anlayış nə dərəcədə insanların şuurunda mövcuddur, onu araşdırsaq görərək ki, psixologiya Azərbaycan əhalisinin böyük əksəriyyəti üçün yeni bir anlayışdır. Bu anlayış hələlik
tam şəkildə öz mənası ilə tam qavranılmış. Ona görə görürsən, bəzən valideyn övladı, məsələn, autizm xəstəsidir, çalışır onu psixoloqa aparsın. Və ən pis tərəfi odur ki, psixoloq da demir ki, bu mənim xəstəm deyil, mən bununla məşğul olmalı deyiləm. Və psixoloq da valideynə söz verir ki, mən sənin uşağınla məşğul olacam və onu müəyyən dərəcədə yaxşılaşdıracam. Və burada belə bir epizodda biz psixologiyadan və ya psixoloqdan danışa bilmərik. Bu sadəcə dələduzluqdur. Burada psixologiyadan heç bir əsər əlamət yoxdur. Psixologiya öz özlüyündə mənim fikrimcə çox mürəkkəb və maraqlı bir elmdir. Və bu elm özündə tibbi, fəlsəfəni və mədəniyyəti ən azından sintezləşdirən, birləşdirən bir elm sahəsidir. Ola bilər mən nə isə əskik deyim, onu Rövşən müəllim düzəliş eləyər. Rövşən müəllim bu sahənin mütəxəssisidir, amma mənim özümün qavradığıma görə psixologiya, tibb, fəlsəfə və mədəniyyətdən ibarət sintez olunmuş bir bilik sahəsidir. Və bu bilik sahəsini xüsusi olaraq öyrənmək lazımdır. Yəni, buna nə kurslar, nə ağıllı olmaq, sənə özünə psixoloq demək səlahiyyətini vermir. Lakin buna baxmayaraq, bəzi adamlar sizin də dediyiniz kimi 3 aylıq, 5 aylıq kurslar keçməklə özlərini psixoloqa elan edirlər və bu faktik olaraq vətəndaşları aldatmaqdır. Hələ mən öz tərzimlə Cavanşir müəllim daha mədəni yanaşıram. Heç olmasa o 2-3 ay sertifikat məsələsini dilimə gətirirəm. Çünki bu artıq mənim tərzimdən xəbər verir. İnandırım sizi ki, yəni sertifikatsız belə bugün Azərbaycanda psixoloq kimi elə sizin dediyiniz o uşaq inkişaf mərkəzlərində fəaliyyət göstərən şəxslər var. Bu bizim tacir mentalitetimizdən irəli gəlir. Azərbaycan, bu coğrafiyada yaşayan adamlar, vaxtilə Böyük İpək yolunun üzərində yerləşdiyindən ərazi, min illər boyu ticarətə meyilli düşüncə sahibləri yaşayır bu ərazilərdə. Ona görə baxın, 90-cı illərdə biz yeni iqtisadi siyasi formasiyaya keçəndə ilk özəlləşən sahə çörək istehsalı idi. Çörək istehsalında özəl biznes yaratmaq icazəsi verilən kimi müəllim də çörəkçi oldu, həkim də, mühəndis də, bütün ixtisasdan olan insanlar getdilər çörək pişirməyə. Bir neçə illər bundan qabaq jurnalistika bu şəkildə idi. Məsələn, həkim oxuyanda, mühəndis oxuyanda, hətta baytar oxuyanda gəlib jurnalistlik edirdi və hətta özünü media kapitan adlandırırdılar. Yəni bu şəkildə bu hadisələr baş verir, sonra gedir, hadisələr ifrat dərəcəyə çatır, onun fəsadları üzə çıxır, ondan sonra bu tendensiya aradan qalxır bir qayda olaraq. Bu da nədən irəli gəlir? Ümumilikdə ictimai şuurun aşağı səviyyədə olmasından irəli gəlir. Çünki öncədən hər bir mütəxəssis öz cəmiyyətdə öz yerini və öz rolunu bilməlidir və öz yerinə və roluna müvafiq olaraq fəaliyyət göstərməlidir. Amma mən mühəndisəmsə, gedim deyim ki, həkiməm, səni müalicə edəcəm, bu biraz gülməlidir də. Yəni, həm də faciədir. Təəssüf ki, bu hallar baş verirdi əvvəllər daha çox sahələrdə, indi son zamanlar psixologiya sahəsində, psixoloji xidmətlər sahəsində bu bir dəb halını alıb. Rövşən müəllim, hər zaman mən deyirəm ki, əslində elə ən yaxşı psixoloqlar ən yaxşı pedaqoqlardır. Çünki psixoloq mütləq müəllimliyi bacarmalıdır və təbii ki, bizim o dırnaqarası müəllimlərdən söhbət getmir də. Yəni, bir dəfə yadınızda göstərir, radioda söhbət etdiyimiz zaman müsahibə götürəndə sizə dedim ki, sizcə yəni, vicdan məsələsinə toxunduq biz. Siz dediniz ki, vicdan hər bir insanın qəlbindədir. Elə orada Allah da yerləşir, inanc da yerləşir, məsuliyyət də, yəni hər şey oradan irəli gəlir. Oradan çox gözəl fikir idi. Rövşən müəllim, bir psixoloqun yetişməsi üçün, gəlin peşəkar cavablandıraq da bunu, nə qədər zaman lazımdır? Misal üçün, qərb ölkələrində deyirlər ki, minimum 7 il, maksimum, nə bilim, üstünə bir 5 ildə gəlməlidir, 12 il. Bəzən bir psixoloqlar var ki, müsahibələrini izləyirəm, əcnəbi deyir, 17 ilə mən təkmilləşdirmə, ixtisaslaşma, sertifikat və s. və s. 17 ilə gəldim, mən psixoloq oldum. Yəni, cavan 20 yaşında Cavanşir müəllim, qızlar, oğlanlar, onların psixoloq olmağı, yəni bu bir həyat təcrübəsi də olmalıdır da burada. Rövşən müəllim, buyurun. Təbii ki, düz deyirsiniz. Əvvəla budur ki, o psixologiya gəlib girməklərinin birinci səbəbi ondan ibarətdir ki,
psixoloji biliyin xüsusiyyəti var. Aha. Psixoloji bilik danışırsan, bax sənə danışırlar, görürsən elə bunlar hamı sənə tanış anlayışlardır. Elə bir mənim özümdə, bütün o deyilənlər sənin özündə də var. Buna görə deyirsən, sadə bir şeydir də, amma bu güzaran anlayışında biz onlardan güzaranda deyək ki, güzaran həyatımızda onlardan istifadə edirik. Amma onların dəqiq sərhəddi yoxdur. Elmi anlayış kimi gələndir. Dəqiq sərhəddi var, məzmunu var, böyük bir mənası var. Onları onlar bilmirlər. Sadəcə o güzaran anlayışla təsəvvür edirik ki, elə hara getsə, burada bu sahədə baş çıxarda bilər. Əslində isə elə deyil. Psixologiya, bəzən görürsünüz, humanitar nədir, işte, humanitar elmlərə aid edirlər. Amma içində psixologiya həm də təbiət elmidir, təbiət şünaslığıdır, fiziologiya bağlıdır, anatomiya bağlıdır, nəyə bağlıdır. Çox dərin bir elmdir də, elə belə nəsə deyərsən, yox, konkret elm. Yəni, konkret nəsə fikir söyləyə bilərsən, daha riyaziyyat kimi, misal üçün. Yoxsa, bəzən görürsən, müəllimlər gəlir dərs deməyə. Deyirsən, psixologiyanın hansı fənni deyirsən, deyir elə hansı oldu. Bu deməkdir ki, onun, bu elmin heç olmasa bir azsa da dərinliyindən xəbəri yoxdur. Üzdədir də, adına baxır, deyir ki, bunun nə var deməyə. Amma əslində, elmin içərisinə girəndə görürsən ki, çox dərindir. Və sən özün dəhşətə gəlirsən ki, bunları bilmək o qədər də asan məsələ deyil hamısın. Amma sadə yanaşma ilə gəlir, hər kursdan keçdi, neynədir. Bunlar hamısı bu saatları çox, deyək ki, psixologlar var ki, adlarını qoyublar. Onlar bilmirlər ki, hansısa kiməsə bir təsir eləyəndə, hansısa səhv üsuldan istifadə edirsənsə, onu bütün tarmar eləyirsən. Onu bütün şikəst eləyirsən. Görürsən bir də, mən televizorlara da baxıram. Biri çıxır, ailədən danışır, ailə ilə bağlı məsləhət verir. Özünün ailəsi yox. Özünün ailəsi yoxdur, ailədən. Sən içəridə bilmirsən axı, bu ailədə hansı münasibətlər? O ailənin dərində olan qatların bilmirsən axı, sən nədən verəsən sən? Birbaşa gedirsən, məsləhət verirsən. Bir dənə misal gətirim sizə. Buyurun. O ruslar görürsən, yazırlar bir problemlər olanda. Jurnala yazırlar ki, məsləhət verir. Nə cavan ailədir, məsləhət almaq istəyir ki, yazır jurnala ki, bəs mən təzə ailə qurmuşam. Şəhərə çıxanda yoldaşım mənim əlimdən tutmur. Mənə məsləhət verin. Siz inandırıram ki, bizimkilərə onu müraciət eləsələr, deyəcəklər ki, siz onu bir güdün görün, hara gedir. Ya da ayrılın. Siz öz ayaqlarınız üzərində güdün görün, hara gedir. Mən tutaq ki, sizlə tələbə yoldaşım, gəldim sizinlə görüşdüm. O da məni güdür, aha tapdım, bax, məsələ buradadır. Əslində elə deyil. Problem haradan qaynaqlanır? Biz balaca vaxtından bilirik ki, ailəmizdə. Balaca qız uşağın əlini tutub bağça aparırıq, məktəbə aparırıq. Oğlan uşağını verəndə, sən kişisən, olmaz. Tərbiyə, kişi və qız tərbiyəsi, oğlan tərbiyəsi və qız tərbiyəsi. Qız əvvəldən əlindən tutmağa öyrədilir. Oğlan isə əldən tutmağa öyrədilmir. Və gəlir bu mərhələyə çatanda problem yaranır. Bunu sən ona izah eləməsən ki, vəziyyət belədir, onun ailəsi dağılıb gedəcək. İkinci bir məqam. Biz nəyi düzgün deyək ki, demirik. Gərək bilək ki, burada tutaq ki, bizdə bir problem yaranıbsa, mən istəyirdim bir eksperiment kimi eləyəm, burada lazımdır. Demək, eksperiment nədir? Nəticə 4 nöqtədir, deyirsən 3 düzxət vasitəsilə bunları birləşdi. Bu müstəvi üzərində alınan şeydir, kənara çıxırsan. Kənara çıxırsan, ondan çıxarılan əsas nəticə nədir? Onu heç kəs çıxardır. Orada nəticə odur ki, problem müstəvidə idi, birdən kənara çıxdı. Heç bir problemin həlli problem olan yerdə deyil. Heç bir problemin həlli. O yerdə, sən o problem olan yerdə problemin həllini axtarırsansa, demək, havai bir iş görürsən. Misal üçün, hansısa burada problem yaranırsa, kimlə, hansı insanla bağlısa, sən problemi insandan özündən axtarıb bilməzsən ki, onun uşaqlığına gedib çıxır o problemin kökü, onun harada gedib çıxır, hansı tələbat ödənməyib, nə olubdur. Gərək bunların hamısını dərindən biləsən ki, sən ora girə bilərsən. Dərindən bilməsən, girə bilməyirsən. Tutaq ki, yola getmir ailə. Siz, misal üçün, ailəlisiniz,
Bəli. Yoldaşınız neçənci uşaqda ailədir? Birinci uşaq. Birinci, siz neçənci uşaqsınız? Mən də birinci uşağam. Salam. Görürsünüz? Nə oldu ki? O Yaxşıdır oldu bizdə ki- hər şey. O oldu ki, mən həmişə uşaqlara deyirəm, bala, bax yadınızda saxlayın. Birinci ailənin qızı, birinci ailənin oğlanının evlənməsin. Ne üçün? Çünki sizin hər ikiniz nədir, hiperfunksionalsınız. Bax sizdən balacalara yerinə qərar vermişsiniz, nə eləmişsiniz. O da qərar verir, sən də qərar verirsiniz. Gəlib birləşəndə qərar vermək lazımdır, hər ikiniz qərar verəsiniz. Amma Rəşəm, biz artıq böyümüşük axı. Dəxli yoxdur böyümüşük. Amma əvvəldən qalıb daxı ki, sən qərar verən mənəm. O da verir, sən də verirsən. Amma biri qərar verən olanda, o birisi qərarı qəbul edin. Artıq burada mümkün deyil ki, nəsə bir şey olsun. Yəni birincinin ikinci ilə, ikincinin deyək kimlənsə. Burada mütləq o davam edir. Bu çətin davam edir. Bəzən münasibətlər pozulacaq, nə olacaq? Çünki sən bir qərar verirsən, o da bir qərar verir. Kimin qərarıdır? Diqqət yetirirsiniz, heç kəs ki, hər gələn kimi başlayır. Hər bir soruş gör bunun hardan gəlib, hansı ailədir, nədir? Amma Rəşəm, misal üçün indi 2025, sizin dediklərinizdə həqiqət var. Amma bilirsiniz, bu hansı bir neçə il əvvələ təsadüf edən bir evliliklər idi də. Onda valideynlər daha çox bu işlərdə rol alırdı və onlar bəyənirdi. Onlar bu nüanslara fikir verə bilərdi. Amma indi artıq bir də görürsünüz ki, misal üçün övladın var, gəlir, özünün bəyəndiyi, seçdiyi kimisə sənə təqdim edir və sənin borcun nədir valideyn olaraq? Biraz indi araşdırasan, hətta o da uşaqların artıq xoşuna gəlmir. Onu da qəbul etmirlər ki, mən sevirəm, mən seçmişəm. Hə, niyə görə siz araşdırırsınız? Bu nədir? Qaldınız o illərdə və s. Və biz də neyniyə valideynik də durub getməliyik elçiliyə, tanış olmalıyıq, bunlara dəstək olmalıyıq, xeyir-dua verməliyik. Biz orada artıq heç Cavanşir, mən inanmıram ki, bugün artıq övlad sahibi olan adamlar deyə bilirlər ki, ailənin neçənci uşağıdır sənin vurulduğun adam. Yəni orada da bir ailə, yəni ki Yox, onu heç psixoloqun özü bilmir. Yəni biz düzdür psixoloqlardan birinci sən bundan başlamalısan ki, misal üçün də sən hansı uşaqsan? Yəni bu da çox böyük rol oynuyor. Təbii ki, mən özüm burada onunla maraqlanan yoxdur. Tədqiqat apardırdım. Əksər boşananların hamısı derdi ki, boşanmalar da yeri gəlmişkən çoxdur. Həmən bax o məsələdir. Çoxdur. Amma təbii ki, başqa səbəblər var. O ailənin özündən kənardadır bu səbəblər. Onu gərək tapasan, axtarasan. Yoxsa ailənin içində nəsə axtarasan, bu düz gələn məsələ deyil. Rəşəm, biz əslində boşanmalarla bağlı ara sırada, yəni tez-tez toxunuruq. Çünki statistika açıqlanır və oradakı rəqəmlər getdikcə daha faciəvi şəkildə olur. Biz də Azərbaycanlıyıq da, yəni tamam başqa ailə dəyərləri ilə böyümüşük deyə bu rəqəmlər əlbəttə ki, bizi hürküdür. Həm də hələ sən valideyn olandan sonra təbii ki, bu səni 2 qat narahat edir. Yəni kim övladı üçün durub arzu-kamla bu xeyir işi görəndə düşünür ki, eybi yoxdur, pis olar, ayrılar, 3 dəfə ərə gedər və yaxud da 3 dəfə evlənər. Təbii ki, biz onun 1 dəfə olmasını istəyirik də o gözəl günün. Çünki axı sən birincidə rəqs etdiyin kimi ikincidə artıq rəqs edə bilmirsən, orada rəqs daha həyəcanlı olur ki, görəsən indi bunun sonu nə olacaq da. Yəni o arzular da artıq, yəni görürsüz, orada da bir məsələyə toxunursan. Heç də hamı eyni motivlə evlənmir. Bəli. İndi nəyə görə bu suala gəlirəm? Tutaq ki, bu hansı deyək ki, motivlə evlənibdir. Ailədə biraz incidirlər, deyək canım gedmir orada biraz bəlkə dincəldim, gedir orada dalım. Ya da hansısa başqa bir məqsəd, gedim bir uşaq olsun, ondan sonra çıx gedərəm. Yəni bunları bilmək lazımdır. Bunların tədqiqatını aparmaq lazımdır ki, gedir məhkəməyə müraciət edirlər. Məhkəmədə də neçə dənə işləri özüm araşdırmışam. Hamısına yazır, xarakterimiz uyğun gəlmir. Niyə uyğun gəlmir? Nədən ötürü uyğun gəlmir? Sonra baxırsan ki, kimsə kimisə robotlaşdırmaq istəyirsə, burada da böyük problem çıxır. Axı biz canlıyıq, yəni. Bir də bir məsələ var. Məsəl üçün boşananların statistikasını aparanda biz şahidi olduq ki, heç də boşananların hamısı 30 il, 40 il əvvəl ailə quran adamlar deyil. Düzdür, orada var idi 1-2 20 illik evlilik. Nəsə Samira xanım dəqiq yadında deyil. Deyəsən biri də 25 illik evlilik idi, amma 2 evlilik. Digərləri hamısı 3 il, 5 il, maksimum 7 il. Yəni belə götürülür ki, son illərə nəzər salanda elə özləri
ailələri bəyənib evlənənlər arasındaydı bu. Bir də bir məsələ var. Məsəl üçün Cavanşir müəllim, buna hər ikinizin əslində cavab verməyini istəyirəm. Bizim psixoloqlara, yəni təbii mən heç vaxt əcnəbi bir psixoloqa müraciət etmədiyim üçün təlimlərə qoşuluram bəzən, psixoloji təlimlərə. Orada gördüyüm səhnələrə görə bu mövzunu, yəni belə işıqlandırdıq. Orada nələri görürəm? Misal üçün psixoloqlara müraciət edən şəxslərin çoxuna deyirlər ki, uşaqlıq travması. Siz də bu məsələyə toxundunuz və orada çox dərin məqamlar var da, yəni profillər çox fərqlidir. Bax, siz elementar bir şey dediniz, doğrudan bu vaxtda ki, mən bunu fikirləşməmişdim ki, əl-ələ tutmaq da, yəni hansısa cütlük arasında gətirib böyük bir problemə çıxara bilər. Demək ki. Misal üçün, uşaqlıq travması dedikdə, gəlin belə götürəcəm, Cavanşir, siz, yəni biz müsahibədə doğrudan mən sizi çox kəşf etdim də, yəni həm təhsillə bağlı, həm ailə dəyərləri ilə bağlı. Çünki hər zaman siz siyasi mövzularda gəlirsiniz, işinizdən dolayı, yəni vəzifənizdən dolayı fikir bildirirsiniz, amma Göstəri Radio daha bir qat səmimi, yəni özəl bir müsahibə olduğu üçün biz orada daha çox Cavanşir müəllimi kəşf etdik. Misal üçün, sizin böyüdüyünüz ailə, orada sizə yaradılan imkanlar və bugün sizin övladlarınız üçün yaratdığınız imkanlar. Və mən əminəm ki, siz bacardığınız qədər balansı saxlaya bilirsiniz. Niyə görə? Bu da sizin pedaqoq ailəsində böyüdüyünüz və özünüzün də pedaqoq olaraq, yəni doğrudan müəllimlər, yaxşı müəllimlər, həm də yaxşı valideyn olmağı bacarır. Bu, yəni artıq sınanılmış bir şeydir. Amma biz psixoloqlarımız uşaqlıq travmaları dedikdə, sizə elə gəlmir ki, peşəkar psixoloq bəlkə də bunun izahını verib, bu adamı seanslarla bu vəziyyətdən çıxara bilər. Amma qeyri-peşəkarlardan danışırıqsa, nəticə nə olur? Öz gözümün şahidi oluram. Uşaqlığına nifrət elətdirir həmin adamı, valideynlərini onun gözündən salır. Biz hamımız, yəni bugünkü o kvadratı böyük olan evlərdə böyüməmişik də, daha kiçik evlərdə böyümüşük. Bir maşına indiki kimi arxada 2 nəfər otururuq, əlimizi belə qoyur. 3-cü adam oturanda biz narahat oluruq. Amma əvvəl biz maşının arxasına heç sayını itirirdik ki, neçə nəfər minirdik və nə bilim dənizə gedirdik, bir toya gedirdik, misal üçün. Mənim uşaqlığım da yəni belə keçib. Amma bizim bugün qeyri-peşəkar psixoloqlar uşaqlıq travması dedikdə insanı oradan çıxara bilmirlər. Əksinə insanın uşaqlığına nifrət, ailəsini onun gözündən salırlar. Yəni biz böyüklərlə bir süfrəyə çox oturmamışıq, ancaq birinci dərəcəli ailə üzvləri ilə nənə, baba, amma bizim həmişə otağımız ayrı, limitli, qrafikli və s. Amma mən anama, atama heç vaxt nifrət etməmişəm buna görə. İndi biz otururuq, mənim oğlum gəlir, az qalır ki, bu ortadakı masanın üstünə çıxsın. Misal üçün də uşaqdır da. Misal üçün hələ başa salırıq ona, hələ izah edirik. Bəzi şeylər, biz ona zamanı çox veririk. Sərbəstliyi, fikirlərində, seçimlərində bizə bu komfortu yaradılmamışdı. İndi mən bilmirəm mən nə qədər travmatikam, amma bizim qeyri-peşəkar psixoloqlar adamları bu situasiyadan çıxara bilmirlər. Amma travmanın nədən ibarət olduğunu düzgün müəyyənləşdirmək də burada əsas rol oynayır. Əlbəttə ki, İndi bu düzgün uşaqlıq travmanı travması tapmaq. ifadəsi o qədər geniş Atan şəkildə səni istifadə döyüb, olunur ki, oradan elə yarandı ki, sən indi o qədər bədbəxt geniş oldun. istifadə olunur ki, Baba, bəzən elə bizim valideynlərimiz qulaqları çəkilə-çəkilə, nə bilim, bir ata şilləsi bəzən nəyin görərək travma böyüyüblər də. olduğunu da düzgün şərh olunmur axı. 20 yaşında uşaqdır. Ən yaxşı kişilərdə elə o ata şilləsini görüb böyüyən kişilər oldu. Doğrudan, yəni görürük də bunu atalarımızdan, babalarımızdan. Qadına sahib çıxmaq, ailənin məsuliyyətini daşımaq, qadının yükünü daşımaq, cəmiyyətdə başqasının qadına ana bacı təfəkkürü ilə yanaşmaq. Biz elə o bəzən atasız böyüyən, bəzən elə atasının qulağını daha çox çəkdiyi, bəzən o küncə qoyulub bir ayağını da qaldırırdılar, nə bilim. Məsələn, ən ciddi cəzalarla böyüyən kişilər elə yaxşı kişilər oldu da. Ya, bəzən o travma deyəndə, sən o Freyddən biraz gəlir o. Misal üçün, Freyddə var ki, uşaq dünyaya gələndə, anadan olanda, ana bətnində deyək ki, oksigen bayırdakı kimi deyil. Bəli. O doğulanda az oksigenini mühitdən çoxa düşür və boğulur. Boğulur və əzab keçirir. Görsən, boğulur, bəzən görsən şapalaqlayırlar, nağarlar. Boğulma verir və o boğulma əzabını yaşayır. Onun nəzəriyyəsinə görə ki, deyir, bu boğulma əzabı ki, çəkibdir, bu əzabı yaşayıbdır, o uşağın sonraki həyatında onun həlledici rol oynayır. Məsələn, kiminsə, onların həlli yolu budur, kiminsə həyatı alınmırsa, gərək o həmin əzabı ikinci dəfə yaşasın. Necə yaşasın? Şimdi deyir ki, orada oksigen çatışmazlığı, artıqlığı vardır.
Burada onların üsulu budur ki, tutaq ki, uzadırsan çarpayıya, dərindən nəfəs alırsan, verirsən. Yəni, biz qaçanda adətən tez-tez nəfəs Təngi alırıq nəfəs, ki, aha, təngi verir. nəfəs olur, amma orada oksigen bol olur. Tez-tez, nədir, dərindən tez-tez nəfəs alır, içəridə oksigen artıqlığı əmələ gəlir. Boğulma verir. Boğulma verəndə o əzab yenidən yaşanılır və başqa formada yaşanılır. Ondan sonra Yenə də amma qorxur da o. yox, o əzabı yaşayır, başqa cür yaşayır. İndi tamam başqa cür O onda yaşayır. yəni başqa bir travma yaratmır? Yox, başqa cür yaşayır və bunun həyatı dəyişir. Buna deyirlər ikinci dəfə Dünyaya gəlmək. Bəli, dünyaya gəlmək. Maraqlıdır. Amma bütün hallarda travma deyəndə təkcə o deyil. Misal üçün, yeniyetmə yaşında uşaq görürsən, maşınlar dayanıb, Aha. ən yaxşı maşın hansıda gedir, cızır böyür. Ha. Yəsin tanımır ki, deyərsən ki, düşmənçilik edir. Aha. Elə deyil. Belə olur, biraz getirir, cızır. Niyə? Sanki uşaq vaxtında bunun qonşusunda uşaqların oyuncağı vardı, bunun yox idi. O da əldən hərdən birdən əlini atırdı, əlinə vururdular, qaytarırdılar. Və o böyüdükcə hesab elədi ki, yəni orada belə bir əməl nədir, təhtil şuurda belə bir təsəvvür yarandı ki, mənim bu təmin olunmamamda bütün günahları hamısı bu insanlar onun səbəbidir. Və o səbəbi də gətirir, çıxardır, maşını cızdı, tulladı. Bəs maşın kolleksiyası toplayanlar böyüyəndən sonra onların travması Onlar da nə olur? görünür, həsədin çəkiblər onu. Yəni o da bir travmadır da, amma yenə şükür də bu travmadan çıxarır Yox, özünü. mən düşünmürəm ki, hər şeyi travma hesab eləmək olar. Məsələn, valideynin uşağı danlaması olsun və yaxud bayaq siz dediyiniz kimi qulağını çəkdi və s. Əlbəttə bu arzu olunan deyil, amma travma da deyil çox hallarda. Travma məncə odur ki, uşaqlıq travması odur ki, uşaq hansısa bir vəziyyətə düşür və düşdüyü vəziyyəti hər hansı bir səbəbdən heç bir şəkildə heç kimlə müzakirə etmək, bölüşmə imkanı yoxdur. O ürəyində, içərisində onu həzm eləməyə məcburdur. Uşaq da həm psixoloji cəhətdən zəif olduğuna görə, həm fiziki cəhətdən zəif olduğuna görə bu uzun illər, bəlkə də ömür boyu onun xatirində qalır, yaddaşında qalır. Və bu bir özünü psixoloji travma kimi gələcəkdə göstərə bilər. Biraz dərinə gedəndə əslində o uşağın tələbatlarının ödənilməsi ilə bağlıdır. Və tələbatın ödənilməməsi də. Yenə gəlirəm Freydə ki, məsələn, 1 yaşına qədər uşağa görürsünüz, soska verirlər. Elə deyil. O soska onun o tələbatını ödəyir, sormaq tələbatını ödəyir. Və əgər o soskanı 1 yaşına qədər verməsəz, o sonraki prosesdə onun o tələbatı ödənilməmiş qaldığından müəyyən naqis keyfiyyətlərin formalaşmasına gətirib çıxara bilir. İkinci mərhələdə 1 yaşından sonra tamam başqa bir tələbatdır. Ya onda belə çıxır ki, ya onu əvvəlcədən onu göstərib heç öyrəşdirməməlisən? Yox, verməsən onun tələbatı var. O uşaqlıq tələbatıdır. Görürsünüz, uşaq Bəzən uşaqlar var, barmaqlarına belə əmmə hərəkət edir. Aydın da ondan o artıq özünün tələbatını da sorma Amma tələbatını. bilirsiniz də, misal üçün indi o uzman bəzi pediatr həkimlər valideynlərə deyirlər ki, heç verməyin. Misal üçün olmaz. Mən də həmişə sual verirdim ki, bəs bu kim üçündür? Bu böyük adam üçün deyil, axı bu uşaq üçündür. Yəni müəyyən bir vaxta qədər bu bunu istifadə etməlidir. O mərhələlərdə hansı tələbat ödənilməmiş qalanda sonra görürsünüz o hansısa naqis keyfiyyətlər. Misal üçün təlimlərdə bir də rast gəldiyim nüanslar nədir? Bir qadın və yaxud da bir cütlük və yaxud da problemi olan təkcə qadın psixoloqlara müraciət edir. Bu qadına deyilən ən belə dəstək, hansı ki o qadını doğrudan da aparır, onun ailəsini dağıtmağa məcbur edir. Sən qul deyilsən, sən kölə deyilsən, sanki bizim analarımız, nənələrimiz quluymuş öz həyat yoldaşlarının yanında. Yəni ona görə bu qədər Azərbaycanda gözəl ailə modelləri var idi da. Yəni görün o analar təhsilsiz necə övladlar böyüdüblər. Həkim olanı var, hakim olanı var. Heç özləri təhsil almadan belə, ali təhsili görmədən belə, hətta orta məktəbi də tam bitirmədən. Yəni necə gözəl övladlar böyüdüblər, həm mənəvi olaraq, həm savad olaraq. Yəni bir qadına psixoloqun deməyi ki, ayrıl, sən öz ayaqlarının üstə dura bilər, və yaxud da ayrıl sözünü demir. Sən öz ayağının üstə dura bilərsən, icazə vermə səni əzsin, heç kim, sən bu həyata bir dəfə gəlirsən, yəni güzəşt tipli qadına heç bir dəstək verilmir.
azadsan, nəsən. Sərbəstsən, azadsan, bu həyat sənindir. Nə bilim, kainata mesajlar göndərmə. Ay bala, bu kainat yükləndi, yazıq. Buna nə qədər minər yerindən duran kainata mesaj göndər. Təkcə psixoloqların, yox, televiziyaların da günahı. Təsəvvür eləyin ki, ailə odur ki, onun özünə məxsus sirləri var. Sirri olmayan ailə deyil. Sən də çıxırsan televiziyaya, bütün nə qədər meydanda varsa, olanı da, olmayanı da tökürsən, artıq sən ailəlikdən çıxırsan. O ailə deyil, ailə modeli deyil. Ümumiyyətlə, o verilişlərdə ailəsini gəlib müzakirə edən istər qadın, istər kişi, orada problemin həllini tapmayacaq. Əksinə, o ailə getdikcə daha faciəvi şəkildə, bir-birinə düşmən şəkilində, orada hələ olan uşaqlar, inanırsınız, mənim bugün, yox, illərdir, yəni üzüldüyüm məqamda o və mən Allaha o qədər təşəkkür edirəm, o qədər şükür edirəm ki, mən də bugün tələ aparıcıyam və nə yaxşı ki, mən bu aparıcılar kimi deyiləm. Valla o özü də Allahın adama böyük bir lütfü də. Birdən düşünün, mən də elə olardım və mən bu ailənin üzərində qurduğum şoular, qazandığım pullar, aldığım maaşa normal baxacaqdım. Və düşünürsən ki, bunu qəsdən eləyirlər cəmiyyəti pozmaq üçün. Ayrı cürdür. Və evlərdə var problemlər ərəfəsində, mən gedəcəm filan kəsin verilişinə, səni orada biabır edəcəm. Baxın, orada çünki problemin həlli yoxdur, orada doğrudan da biabırçılıq var. Orada şantaj və dəyərlərin gözdən salınması prosesi gedir əslində. Bax, siz bayaq misal gətirdiniz, bizim nənələrimiz, babalarımız necə yəni ən yaxşı fədakar qadınlar da oradan çıxıb. Onlar həyat boyu qazandıqları müdriklik əsasında öz uşaqlarını böyüdürdülər. Ona görə müdriklik elə yaşa baxmırdı. Yəni istənilən yaşda adam öz yaşına uyğun olaraq müdrik davranırdı. 10 yaşında uşağın da öz yaş kateqoriyasına uyğun bir müdriklik göstəricisi var. Məsuliyyətləri var. Göstəricisi var. Bəli, o eləcə də müxtəlif yaş zamanında insanların məsuliyyəti də fərqli olur. Uşaq yaşında, məsələn, bizim uşaqlıq dövrümüzdə bizim əsas məsuliyyətimiz yaxşı oxumaq, savadlı olmaq, ali məktəbə qəbul olmaq, böyüklərə hörmət qoymaq, bəli, hansısa dəyərləri bizə aşılayırdılarsa, biz 20 yaşına çatandan sonra bizim məqsədlərimiz də dəyişir. Ona müvafiq olaraq, məqsədlərə uyğun olaraq bizim dünyaya baxışımız da dəyişir və bizim ünsiyyətdə olduğumuz kontingent də dəyişir. Və bu kontingentlər dəyişdikdə hər dəfə insan yeni bir şey öyrənir, yeni mühitə düşür, yeni bir şey öyrənir. Ona görə biz bugün ailələrin dayanıqsız olmağından narazıyıqsa və yaxud bütövlükdə cəmiyyətin psixoloji durumundan narazıyıqsa, biz bunun kökünə getməliyik, ən aşağıdan başlamalıyıq. Uşaq hansı mühitdə böyüyür? Ümumiyyətlə, uşaq hansı ailədə həyata gəlir? Bayaq dediyimiz kimi, doğrudan da bir-birini saf duyğular əsasında sevib, bir-birinə bəyənib, evlənmiş cütlüklərin ailəsində əmələ gəlir, yoxsa hansısa məqsədlər naminə qurulmuş ailədə əmələ gəlir. Hansısa məqsədlər naminə qurulmuş ailədə doğulan uşaq daha çox ehtimal var ki, o şanssız bir uşaqdır, o mütləq uşaqlıq travması yaşayacaq. Çünki bu ailədə mütləq mütəmadi olaraq davadalaş olacaq, narazılıqlar olacaq və uşaq bu travmaların, bu anlaşılmazlıqların içərisində böyüyəcək və oradan travma əmələ gələcək. Və bilirsiniz, uşaq, mən müşahidə əsasında onu deyə bilərəm ki, uşaqlar adətən ən kiçik yaşlarından evlərində nə baş verirsə, onlar qeyri-ixtiyari olaraq həmin xüsusiyyətləri özlərinə götürürlər. Hətta uşaq şuurlu şəkildə dərk etmədiyi zamanda belə, danışa bilmədiyi zamanda belə baş verən hadisələr sonradan onun həyatındakı davranışına təsir edir. Ona görə biz ən kiçik yaşlarından uşağa nəyisə öyrədə biləcəyimiz vaxtlardan başlayaraq uşağa öyrədilən bu nəsnələrin düzgün olduğunu bilməliyik. Bunun üçün pedaqogikanı bilmək lazımdır. Bunun üçün bir pedaqoji biliklər lazımdır. Amma daha sonra uşaq məktəbə gedir. Məktəbdəki tədris prosesi, təhsil sistemi elə qurulmalıdır ki, evdə uşaq ala bilmədiyi bilikləri, yəni daha sağlam, yaxşı, düzgün, müdrik yaşamaq üçün lazım olan bilikləri evdə ala bilmədiyini gərək məktəbdə alsın. Məsələn, mən bilirəm ki, elə bir ölkə var ki, orada
birinci sinifdə mədəniyyət dərsi keçirlər. Əla. Və mən özüm onun şahidi olmuşam. Həftədə 2 saat mədəniyyət dərsi keçirlər. Birinci sinifdə. Birinci sinifə gedənə qədər, məktəbə qədər təhsil müəssisəsində uşaq artıq bütün davranış qaydalarını Nizam, tamamilə intizam, öyrənmiş bəli. olur və böyük adamlar kimi bütün etiket qaydalarını bilir və ona riayət edir. Və birinci sinifdə mədəniyyət dərsi öyrədilir. Bu, nahaq yerə öyrədilmir ki, bu ömür boyu onu izləyən, onun davranışıdır ki, ona öyrətmək lazımdır. Normalda qərb pedaqoqları deyirlər ki, müasir qərb pedaqoqları deyirlər ki, uşağı 7 yaşa qədər öyrətməlisiniz. 7 yaşa qədər sizin borcunuz uşağa bildiyiniz, bacardığınız bütün müsbət keyfiyyətləri aşılamalısınız. 7 yaşından sonra bütün bilikləri uşaq özü tapacaq. Düzdür. Və Əgər burada- düzgün toxumlar səpilibsə... Burada düşünürəm ki, bir Yaxşı. həqiqət var. Çünki 7 yaşdan yuxarı uşaq 7 yaşına çatanda artıq o dərəcədə kamilləşməlidir ki, sonradan həyatda nəyin düz, nəyin yanlış olduğunu özü müəyyənləşdirə bilsin. Və qərarları da tədricən get-gedə gərək özü verə bilsin. Bizim ailələrdə deyirsiniz, boşanmaların sayı çoxdur. Niyə çoxdur? Çünki qərarları düzgün vermirlər. Bəli, təbii Çünki vermirlər. qərar verilməsi prosesi özü xətalıdır, zədəlidir. Bu qərar ya kənar adam tərəfindən verilir, ya hətta evlənən adamların özü tərəfindən verilmiş olsa belə bu xətalı qərardır. Çünki adamın özünün həmin hadisə üçün kifayət qədər yetkinliyi yoxdur, mənəvi yetkinliyi yoxdur, pedaqoji biliklər baxımından yetkinliyi yoxdur. Ona görə də bəzən cavan oğlan düşünür ki, hamı kimi mən də evlənməliyəm. Başqa heç bir əsas görmür, niyə görə evlənməlisən. Və bir maraqlı, özümün şəxsən müşahidə etdiyim bir məsələ də var ki, o bizim millətə xas olan xüsusiyyətdir. Bizim millətdə hamınız indi deyəcəm, təsdiq edəcəksiniz. Deyirlər ki, nəvə övladdan şirindir. Bu sözü çox eşitmişsiniz. Çox eşitmişəm, amma yanlış fikir. Amma yanlışdır. Mən də Əlbəttə onu yanlış yanlışdır. hesab edirəm. Mən valideynlərim də bu sözü Niyə? haçan bildim. Valideynlərim misal üçün nəvə Bəli. həzzini daddılar, amma mən misal üçün valideynlərim həmişə deyir ki, onların öz yeri var, amma siz bizim üçün birinci yerə Bəli. gəlirsiniz. Bu yanlışlıq hardan gəlir? Məncə, mən özüm gəldiyim qənaət ondan ibarətdir ki, fizioloji cəhətdən bu mümkün deyil. Çünki öz övladların 100%-li sənin öz övladlarındır, nəvələrin 50% sənin övladlarındır, nəticələrin 25% sənin övladlarındır. Ona görə sən 100% özününki olanı 50% özününki olandan az istəyə bilməzsən də. Deməli, burada hansısa qanuna uyğunluq pozulur. Nədən pozulur? Məncə ona görə pozulur ki, biz övladımız dünyaya gələndə insan dünyaya gəlməsinin fəlsəfəsini hələ anlamırıq. Və belə düşünürük ki, biz evlənmişiksə bizim övladımız olmalıdır da, bu adi bir şeydir. Yəni elə bil ki, siz baba olan yaşda, nənə olan yaşda ata-ana hisslərini Bəli, yaşayırsınız. bəli. 40-50 yaşından sonra insana bir yeni insan doğuluşu bir başqa cür qavranılır. Təsir edir, O, bəli. ona bir fəlsəfi baxış ortaya çıxır. Əgər doğrudan da insan... Daha onun üstündə əsmək, daha onu insan çox əgər düşünmək. o yaşına çatana qədər müdrikləşibsə, o artıq insan doğuluşuna bir başqa gözlə, başqa düşüncə ilə baxır. Ona görə də nəvəsini, halbuki öz övladını o cür sevməli idi. Əlbəttə ki. Baxın, görürsünüz nə qədər qanuna uyğunluqlar pozulur bizim həyatımızda. Çox düzgün izah. Bütün Çox. hallarda, istəyir nəvə olsun, istəyir öz evladı olsun, bütün hallarda ona hiss elətdirməlisən ki, sən onu çox istəyirsən. Əlbəttə ki. Ne Əlbəttə üçün? sözsüz. Ne üçün hiss elətdirməlisən? Və Rus alimi var, getmişdi Amerikaya, deyir orada. Balaca uşaq da onun ayaqqabısını geyindirir, deyir, mən səni çox istəyirəm. Bu nə bilim, paltarını geyindirir, mən səni çox istəyirəm. Nə bilim, Sevgi. ən azı nə qədərsə deyir, mən deyirəm, nə qədərdir. Sonra düşündüm ki, gündə 100 dəfə desən də az. Niçin? Çünki uşaq indi və bu anda qərar verir hər şey. Siz bircə dəfə təpinin balaca uşağa. Təpinən kimi deyir, atam məni sevmir, ya anam məni sevmir. Çünki o indiyənə qədər boynunu almısan, gəzdirmişsən, ha. Bircə dəfə təpin,
O yadda qalır. Deyəcək o yadda qalır. İndiki halda qərar verir ki, Hələ indi ümumiyyətlə bu məni vəziyyət istəyir. fərqlidir. Çünki Bu məni elektron istəyir. valideynlərə onsuz da biz uduzuruq bu telefonlara. Mən o suala cavab vermədim. Bayaq Aha, yadımdan keçdim. başlayaq. Yox, psixoloqun yetişməsi üçün Çünki nə qədər vaxt lazımdır, aha. Təkcə psixoloq üçün ümumiyyətlə. Əslində biz sadaladıqlarımızdan buna müəyyən mənada biz cavab vermiş olduq, amma deyin. Ümumiyyətlə bütün sahəyə görə təcrübəli mütəxəssis üçün, yəni mütəxəssisin təcrübəli olması üçün ən az 10 il vaxt lazım. 10 il. 10 il vaxt lazım. Amma belə hal var ki, misal üçün, elə hal var ki, sən bilərsən ki, baxırsan, öyrənirsən ki, bu ixtisasda kamil olmaq üçün hansı amillər təsir edir. Ona həssaslığı artırmaq üçün müəyyən məşqlər elətdirə bilərsən və onun mütəxəssis kamil olmasının vaxtını xeyli azalda bilərsən. Çünki o insan ömrü ilə müqayisədə 10 il çox böyük zaddır ki, sən 10 il geçdiyəsən, sonra təcrübə qazanarsan, bu vaxtın çox gedir. Amma təsəvvür edin ki, Yəni 10 ildə əslində az müddət deyil ki. Bir misal deyirəm, 10 il çox müddətdir. Ona görə Amma öyrənmək üçün də çox yox, deyil. ona görə də Yəni- azaltmaq istəyirəm. Misal üçün, görürsünüz, biz görməyəndə eynək taxırıq. Amma hindularda görməyən adam ömründə eynək taxmaz. Çünki onlar eynəyə belə yaxşı baxmırlar. Həm də yaxşı baxmalarından betər. Həm də eynək taxmaq psixikaya kobud şəkildə müdaxilədir. Getdikcə nə eynir eynəyin? Linza dəyişirlər, 1.6, 7, Daha nə bilim neçə. passivləşdirir də, yəni. Amma onlar nə eynirlər? Onlarda xüsusi adamlar var. O görmə qabiliyyətinə, görməyə təsir edən, onun həssaslığını artıran hansı amillər var? Gedir, 3 ay müddətində məşqlər hazırlar, o 3 ay müddətində eynəyi turlayır. Deyir, burada eynək də var, bax. Bir də var ki, məşqlərə gələsən. Bizə desələr, 3 ay məşqə gələyəksən, görəyəksən. Amma burada eynək də var. Eynəyi taxsan görürsən, hə, kimdir 3 ay gəlib məşq eləyən. Əslində, psixika müdaxilədir. Əslində biz gündəlik göz, yəni gimnastikaları var da, onları etsək heç bizim... Amma burada da yenə o müddəti, o məşqlər vasitəsilə azaltmaq mümkündür. Məsələn, savadlı, təcrübəli həkim dərin rənginə baxan kimi xəstəliyi müəyyən eləyir. Bəli, var. Ya da təcrübəli motorist motorun səsindən dəqiq bilir ki, pozulma hardadır. Amma o birisinin onu hesablaması üçün, bilməsi üçün heç mümkün də deyil. 50 ildə universitetdə işləyirəm. Hələ indiyənə qədər heç kəs deyə bilməz ki, Rövşən müəllim deyib ki, bu filan kəs mənim tələbəmdir. Mən həmişə demişəm ki, filan kəsə dərs demişəm. Amma magistratura gəlir dərs deyir, görürəm, YouTube'a qoyur. Mənim tələbəm, nə bilim nə, sənin evin yıxırsan. Sən buna dərs keçdin ki, tələbə olmaq, müəllimin tələbəsi, sənin tələbən olmaq o deyil, o böyük bir məsuliyyətdir. Bəli. Hə, səni gör tələbə, müəllim kimi qəbul edir, eləmi? İddia o qədər böyükdür ki, Egolara. müvəffəqiyyət olmayanda, iddia böyük olanda insanın hörməti itir. Bəs elə belə deməyiblər ki, çox iş görən az danışır, az iş görən çox danışır. Sizinlə söhbət etmək çox xoş idi. Mən düşünürəm ki, bizim bu indiki efirimizi izləyənlər üçün doğrudan çox ciddi mesajlar var idi. Bəlkə də ailəsində hansısa bir problemi yaşayan insanlar var. Bu elə özü çox gözəl, sağlam, şəffaf, səmimi bir terapiya idi. Bir seans idi. Özü də ödənişsiz. Ödənişlər də orada bahadır. Yəqin ondan da xəbəriniz var. Çox təşəkkür edirəm gəldiyiniz üçün. Çox şad oldum. İnşallah növbəti efirlərdə, növbəti faydalı mövzularda görüşmək ümidi ilə. Sabahınız xeyir. Biz birazdan verilişimizin ikinci saatına davam edəcəyik.